Salam müəllimlər, bugünkü dərsimiz Dünya okeanının körfəzləridir. Körfəzlər okean və dənizlərin quruya daxil olan hissələridir. Onlar okeanlardan heç bir maneə ilə ayrılmırlar. Sadəcə olaraq suyun xassələrinə görə və canlıların müxtəlifliyinə görə fərqlənirlər. Körfəzləri qitələr üzrə qeyd etsək, deməli, Avropa qitəsinə aid olan körfəzləri xəritədə də gördüyümüz kimi, deməli, Botnik körfəzi, Fin, Riga, Biskay, Lion, həmçinin Bristol, deməli, İrlandiya ilə Böyük Britaniya adasının arasında yerləşir. Bunlar Avropaya aid olan körfəzlərdir. Daha sonra Şimali Amerikaya aid olan körfəzlər yenidən ikinci Bristol körfəzi, sonra Alyaska, Kaliforniya, Hudson, James, Ungava, Müqəddəs Lavrenti, Fandi, Men, Meksika, həmçinin də Campeche körfəzi Şimali Amerikada yerləşir. Cənubi Amerikada əsasən La Plata körfəzidir. Qvineya Afrikaya və Sidra körfəzləri hər biri Afrikaya aiddir. Əlavə olaraq buradan biz Ədən körfəzini də qeyd edəcəyik. Daha sonra deməli, Avstraliyaya aid olan körfəzləri qeyd edək ki, Carpentaria körfəzi, Böyük Avstraliya, əlavə olaraq Böyük Avstraliyanın şərqində Spencer, cənub şərqində daha doğrusu Spencer və cənub-qərb hissəsində coğrafiyaçılar körfəzini qeyd edəcəyik. Asiyaya aid olan körfəzlərin deməli qeyd edək. Əsasən Sakit okean sahillərində yerləşən körfəzlərə, deməli, Anadır körfəzi, Şelxov körfəzi, daha sonra Siam körfəzi, Bakbo körfəzi, bu da əsasən testlərdə rast gəlinir, Bengal körfəzi, Oman körfəzi, İran körfəzi, həmçinin deməli, Şimal Buzlu okeanda olan deməli, Ob qubası və Yenisey qubası. Bax, bu hissələrdədir. Ob qubası və Yenisey qubasıdır ki, bu da deməli, Ob çayı ilə Yenisey çayının estuarisində əmələ gəlmişdir. Boğazlar və bərzəxlər haqqında danışaq. Dünya okeanının bir hissəsi boğazlardır. Boğazlar dəniz və okeanları birləşdirməklə su yollarını xeyli qısaldır. Deməli, əsas boğazlar hansılardır? Bunları da qitələr üzrə qeyd edəcəyik.